Salam əziz izləyicilər, bugün bizim Azərtec servisə Volkswagen Touareg 2011 3.6 mühərrik tez-tez yağ azalma ilə bağlı müraciət etmişdir. Mühərrikin yağ yeməsi ilə bağlı ilkin olaraq baxış keçirdik. Mühərrik söküldükdən sonra müəyyən olundu ki, mühərrikdə porşin üzlükləri deyilən hissələr var, hansı ki, loru dildə kolçalar deyirlər. Bunlar artıq sıradan çıxdığına görə mühərrikdə yağ yemə yaranmışdır. Bu avtomobildə həmçinin antifrizə yağ qarışmışdı. Baxış zamanı müəyyən olunmuşdur ki, uzun müddət avtomobildə antifriz əvəzinə su tökülmüş və bu da antifrizlə işlənən hissələrin aşınmasına gətirib çıxarmışdır. Əziz izləyicilər, bu gövdə 3.6 mühərrikli Volkswagen Touareg avtomobilləri 20-dən çox yağ azalma ilə bağlı bizim Azərtec servisə müraciət ediblər və tam zəmanətli şəkildə də mühərriklər təmir olunub sahiblərinə təhvil verilmişdir. Əgər sizin avtomobildə də yağ azalma varsa, bizim servisə müraciət edə bilərsiniz.